mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil emin. Ve alihi tayyibin-et-tahirin. Ve la'netullahi ala a'daihim ecma'in. Minel âne ila qiyam yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Sadaqallahul aliyyul azim. Allah Teala Qur'an-ı Kerimdə çoxlu ümmətlərin dastanlarını qeyd eləyib. Ən çox vurğuladığı dastanlardan ümmətlərdən biri də Bəni İsraildir. Bəni İsrailin dastanlarını çox qeyd eləyir Allah Teala. Həddindən artıq Bəni İsrailə yer ayırıb. Əksər peyğəmbərlər Bəni İsrailə gəlib, Bəni İsrail barəsində çoxlu ayələr, surələr nazil olmuşdur. Nə üçün Allah Teala bu cür qeyd eləyir, dəfələrlə qeyd eləyir, dəfən-dəfən vurğulayır? Ona görə ki, insan ibrət alsın. İnsan baxsın, görsün ki, Bəni İsrailin müvəffəqiyyətinin səbəbi nə idi? Tənəzzülünün səbəbi nə idi? Bir tərəfdən Allah Teala buyurur ki, Ya Bəni İsrail, uzzkuru ni'mətiyəlləti ən'amtu aleykum və ənni faddaltukum aləl aləmin. Ey Bəni İsrail, xatırlayın mənim sizə verdiyim nemətləri və mən sizi bütün insanlara üstün qərar verdim. Bir tərəfdən bunu deyir, digər tərəfdən də buyurur ki, وَبَاءُ بِغَضَبٍ مِنَ اللّٰهِ Allahın qəzəbinə duçar oldular. Hər iki tərəfi biz müşahidə eləyirik Bəni İsrail dastanında. Səbəbləri nə idi? Özü də Allah Teala Bəni İsrailin dastanlarını iki yerə ayırıb. Bir, qələbədən əvvəlki dövrlər, bir də qələbədən sonraki hadisələr, dövrlər. Bunlar hamısı diqqətlə oxunmalıdır və insan ibrət almalıdır. Bir vaxt onlar Fironun əlindən əsir idilər. Allah Teala Musa peyğəmbəri göndərdi, onlara nicat verdi və onlar uğur qazandılar. Onların Musa peyğəmbərə itaat eləməsi və onu peyğəmbər kimi qəbul eləməsi səbəb oldu ki, onlar böyük bir zalimdan qurtarsınlar, Firondan nicat tapsınlar və gəlsinlər rifah içinə girsinlər, əsirlikdən qurtarsınlar. Bir bu mərhələ, ikinci mərhələ daha mürəkkəb bir mərhələdir. O da qələbədən sonradır. Musa peyğəmbər Bəni İsraillə birlikdə Firona qələbə çaldıqdan sonra dastanların əksəriyyəti bundan sonra başlayır. Bəni İsrailin ən çətin sınaqları bundan sonra başlayır. Və onlar diqqətlə oxunmalıdır. Mən burada qeyd eləmişəm, nə üçün Bəni İsrail tənəzzülə uğradı? Allah Teala Musa peyğəmbəri göndərdi, onlara nicat verdi. Fironun əlindən onları qurtardı, əsirlikdən qurtardı. Elə bir bəlalar Firon onlara verirdi ki, Qur'an-ı Kerim onları qeyd eləyir. يُذَبِّحُونَ أَبْنَاءَكُمْ وَيَسْتَحْيُونَ نِسَاءَكُمْ Kişiləri öldürürdü, arvadları saxlayırdı, xadimə kimi istifadə edirdilər Fironçular. Bəni İsrail bugün də idi, əsir idi. Yaxşı qurtuluş gəldi. Qələbədən sonra bunlar nə elədilər? Qələbədən sonra gəldilər, neçə işlər vardı ki, onlar gördülər. Həmən o işlər səbəb oldu ki, onlar Allahın qəzəbinə duçar olsunlar. Bir nə idi? Bir rifah tələb eləmək. Rifah tələb elə. Əvvəla, rifah hər kəsin haqqıdır. İnsanlar yerə rifah içində yaşasın. Allah Teala söz verib bəndələrinə ki, İmam Zaman əleyhissalamın göndərməklə insanlar rifah içində yaşayacaq. Ədalət, səfa, səmimiyyət içində yaşayacaq. Bu insanların haqqıdır. Amma bəzən olur ki, şərait imkan vermir buna. Şərait imkan vermir. Hakim ədalətlidir, seçdiyi insanlar ədalətlidir, quruluş ədalətli quruluşdur. Amma hələ insanların tam rifah içində yaşaması üçün şərait yoxdur. Amma insanlar səbr eləmir. Bax, Bəni İsrailin birinci tənəzzülünün səbəblərindən biri də bu idi. Səbr eləmədilər, səbirsizlik. Peyğəmbər gəldi, dövlət yaratdı, qanun gətirdi. İnsanlar kasıb idilər. Çünki varlanmaq üçün hələ şərait yox idi. Həzrəti Əli əleyhissalam gəldi.
Quruluş ədalətli quruluşdur. Amma hələ insanlar kasıb içində yaşayırdılar. Çünki şərait yox idi. İnsanlar gərək səbr eləsinlər. Amma Bəni İsrail səbr eləmədi. Bəni İsrail nə dedi? Dedi, biz sarımsaq istəyirik, soğan istəyirik, nə bilim, qarğıdalı istəyirik. Ey Musa, bu nədir sən bizə verirsən? Elə bir yemək. Allah Teala bildirçinlə halva göndərirdi onlar üçün. Onlar yeyirdilər, istifadə edirdilər səhrada. Gərək səbr eləyəydilər, gəldilər, dedilər ki, yox, biz dözə bilmərik bir dənə yeməyə. Sən bizə sarımsaq, soğan, nə bilim, mərci filan saydılar. Quran-ı Kərimdə Bəqərədə siz oxumusunuz. Saydılar. Allah da buyurdu ki, ey Bəni İsrail, siz nə üçün belə edirsiniz? Siz əsir idiniz, Allah sizə nicat verdi. Fironun əlindən nicat verdi. Sizə böyük-böyük bəlalar yaşadırdı. İndi biraz səbr eləyin. Düzələcək hər şey, onlar dedilər ki, yox, səbr eləmirik. Musa Peyğəmbər də məcbur olub, dedi ki, gedin. Harada istəyirsiniz, gedin şəhərə, orada sizin istədikləriniz var. Səbr eləmədilər. Səbirsizlik. Bir bu. Biz baxırıq İbrahim Peyğəmbərin dastanına. İbrahim Peyğəmbər Nəmrudla bir cür də rəftar eləyir. Nəmrudun qövmü ilə bir cür rəftar eləyir. Hər iki tərəf var. Yəni, ümumiyyətlə, din təkcə elə bir tərəfli qanun deyil, bir tərəfli quruluş deyil. Dində mehribançılıq da var, dində kobudluq da var, yəni müsbət mənada. İzzət də var, təvazükarlıq da var, hər şey var. Əgər İbrahim bir gün balta götürüb bütləri doğradısa, digər bir gün Nəmrudla söhbət elədi, mübahisə elədi. Hər şeyin öz şəraiti, öz vaxtı var. Biri gəldi, bir nəfəri gətirdilər Həzrəti Əli əleyhissalamın yanına, bir cavan idi, zina eləmişdi. Dedilər ki, bu zina eləyib. Həzrəti Əli əleyhissalam çağırdı yanına, bir dənə şillə vurdu ona. Sonra da digər tərəfdən pul çıxardı, verdi ki, get evlən. Sənin evlənməyə imkanın yoxdur, get evlən. Görürsünüz, hər iki tərəf var. Yəni, bir tərəfdən din əgər nəyisə qadağan eləyirsə, digər tərəfdən yol da göstərir, halal yolunu da göstərir. Ən müvəffəq insan o insandır ki, bir şeyi qadağan eləyəndə onun halal yolunu da göstərsin ki, bax, budur halal yolu. Gəldilər Lut Peyğəmbərin üstünə onun qövmü ki, sənin evinə cavan oğlanlar gəlib, onu ver bizə. Lut Peyğəmbər onları çəkindirdi bu işdən, amma yol da göstərdi. Dedi, bu işi görməyin. Bu işi görməyin, Allahın qəzəbini cəlb eləyərsiniz. Mənim 2 qızım var, evləndirirəm. Kim istəyir, gəlsin, evlənsin 2 qızımla. Halal yolu da göstərir, digər tərəfdən də qadağa eləyir. Ona görə dində bu qanundur. Hər şeyin yeri var, hər şeyin şəraiti var. Amma Bəni İsrail görürsən ki, səbr eləmədi, şəraitləri nəzərə almırdı. Yeri olmayan yerlər, yeri olmayan şəraitdə həmən şeyləri istəyirdilər. Bəni İsrail qələbədən sonra elə şeylər istədi ki, məsələn, deyir, Allahı bizə göstər. Allahı bizə göstər. Musa Peyğəmbərə dedilər ki, Allahı bizə göstər. Biz iman gətirmərik sənə. Sənin Allahına ta ki, Allahı bizə göstərməyincə. Allah Teala da onları öldürdü, sonra yenə diriltdi. Öz nurunu dağa saldı, dağ parçalandı. Onlar dözə bilmədilər, hamısı öldü. Sonra yenə diriltdi. Və yersiz istəmələr. Keçirdilər bir dənə qövmün yanından, onlar bütpərəst idi. Gəldilər Musa Peyğəmbərin yanına ki, ey Musa, sən də bizim üçün büt düzəlt, onlar kimi ibadət edəyək. Bu qədər möcüzə, bu qədər dəlil, subut, hər şey görüblər gözləri ilə, amma gəldilər, dedilər ki, bizim üçün də büt düzəlt. Şənbə günü hilə işlətdilər. Şənbə günü Allah Teala onları imtihana çəkdi, sınaq elədi. Dedi ki, balıq ovlamaq olmaz şənbə günü. Amma bir tərəfdən də Quran buyurur ki, balıqlar şənbə günü hamısı gəlirdi sahilə və ovlamaq üçün münbit şərait var idi. Çox ovlaya bilərdilər balıq. Hamısı gəlirdi sahilə şənbə günü. Bunlar gördülər ki, bu qədər xeyir bizim əlimizdən çıxır. Hiləyə əl atdılar, hovuz düzəltdilər, hovuz. Dənizdən hovuza kanal çəkdilər. Şənbə günü onlar gəlirdilər hovuza, yolu bağlayırdılar. Sonra
bazar günü gedib ovlayırdılar. Dedilər ki, biz Allah Teala deyir ki, şənbə günü ovlamayın da, şənbə günü ovlamırıq ki, o hovuzdadır da. Allah da onlarla necə rəftar elədi? Bax, görürsünüz, belə baxanda mahiyyəti nədir ki, balıq ovlamaq, hə? Amma Allah onları meymuna çevirdi. Bu işə görə Quran buyurur ki, وَقُلْنَا لَهُمْ كُونُوا قِرَادَةً خَاسِئِينَ Alçaq meymunlar olun. Onların cəzası, onları insanlıqdan çıxartdı. İnsanlıqdan çıxartdı. Görürsən, bir dəfə xütbəmizdə biz qeyd eləmişdik ki, hər şey ani şəkildə baş verir. O insan heç bir günahı gərək aşağı hesab eləməsin, kiçik hesab eləməsin. Bəzən kiçik günahla Allah elə bəla göndərir ki, insanın heç ağlına gəlməz. Heç bir günahı kiçik hesab, hədisimiz var, heç bir günahı kiçik hesab eləmə. Çünki kiçik hesab elədiyin günaha görə ola bilsin ki, Allah sənə bəla göndərsin. Bəni İsrail balıq ovuna görə, şənbə günü balıq ovuna görə zahirən də halal işdi, meymuna çevrildilər, meymuna. İnsan gərək ehtiyatlı olsun. Qəzəbə düçar olmağın səbəbləri və əxzihimur riba. Riba, sələm, faizlə pul verirdilər. Sələmlə məşğul idilər. Qəzəbin səbəblərindən biri budur. Peyğəmbər buyurur ki, o ölkə xoşbəxtdir ki, onun hakimləri ədalətlidir və qiymətləri aşağıdır, ucuzluqdur orada. O ölkə xoşbəxtdir, Peyğəmbər buyurur. Digər bir səbəb, alimlərin fasiq olması. Alimlər fasiqdir. Alimlər öz nəfsani istəklərinə tabidirlər. Alimlər insanları yönəldəndir. Alimlər insanlara yol göstərəndir. Peyğəmbər buyurur ki, ümmətimin 2 dəstəsi düzəlsə, bütün ümmət düzələr. 2 dəstəsi xarab olsa, bütün ümmət xarab olar. Alimlər və hakimlər. Bunlar düz olsa, ümmət də düz olar. Bunlar xarab olsa, ümmət də xarab olar. Quran buyurur ki, onların alimləri فَوَيْلُ لِلَّذ۪ينَ يَكْتُبُونَ الْكِتَابِ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَذَا مِنْ عِنْدِ اللّٰهِ لِيَشْتَرُوا بِهِ ثَمَنًا قَلِيلًا Onlar gəlirdilər, öz əlləri ilə öz bildiklərini yazırdılar və deyirdilər ki, bu Allah tərəfindən nazil olan qanunlardır, bu Tövratdır. Qədimdə belə olmayıb ki, indi əlhamdülillah Quran hər kəsin evində var. Qədimdə belə olmayıb. Ta qədimdə Musa Peyğəmbərin dövründə Tövrat 1 dənə, 2 dənə, o da alimlərin əlində idi. Onlar da istədiklərini cəmaata deyir, cəmaatın Tövratdan xəbəri yoxdur ki, Tövratları da yoxdur ki, gedib baxsınlar, yoxlasınlar ki, hələ baxın bu Tövratdadır, yoxsa yox. Ona görə onlar istədiklərini deyirdilər, öz rəylərini deyirdilər, deyir ki, bu Allahın sözüdür, Allah Tövratda qeyd edib bunu. Alimlər xarab idilər. Rum imperiyası nəyi diktə eləyirdisə, onlar da onu deyirdilər. Avamlar da itaətsiz. Avamlar da itaətsiz. Musa Peyğəmbər dedi, gedək vuruşaq. Onlar nə cavab verdilər? İzhəb əntə və rabbuka inna hahuna qaidun. Sən və Allahın get vuruş, biz burada dayanmışıq, gözləyirik. Avamlar da itaətsiz. Alimlər fasik, avamlar da itaətsiz. Bələm Baura kim idi? Alim idi Bəni İsraildə. İsmi əzəmi bilirdi. Allah Teala onun barəsində buyurur ki, biz ayələrimizi ona vermişdik. Amma Fironun hədiyyələri yavaş-yavaş onu çaşdırdı, gəldi Musaya nifrin elədi. Musanın düşməni oldu. Axırda da Allah Teala onun bəlasını verdi. Fironçularla məhv oldu, getdi. Alimləri fasik, avamları da itaətsiz. Haqqı gizlətmək. Haqqı gizlətmək. Peyğəmbər gəldi, Quran buyurur ki, onlar Peyğəmbəri öz övladları kimi tanıyırdılar, alimləri. Öz övladları kimi tanıyırdılar. Çünki Tövrat və İncil Peyğəmbərin bütün xüsusiyyətlərini qeyd eləmişdi. Nə üçün Vatikanın
o arxivlərinə giriş qadağandır. Çünki orada elə İncillər, elə kitablar var ki, İslam Peyğəmbərinin bütün xüsusiyyətləri orada var. Onların sirri üzə çıxacaq. Onlar ifşa olacaqlar. Ona görə qadağandır ora giriş. Quran buyurur, İslam Peyğəmbərini öz övladları kimi tanıyırdılar, amma tanıya gizlətdilər. Dedilər ki, yox, bu Tövratda yoxdur. Alimləri. Bir şey də var idi. Qəzəbə duçar olmağın bir səbəbi də ikinci rəhbəri qəbul eləməmək. Mən nə üçün Bəni İsrailin dastanını seçdim? Çünki qabaqdan xanım Fatimə-i Zəhra salamullah aleyhanın şəhadəti gəlir. Ayın 14-də. Biz inşallah sabah, yəni şənbə günü, günorta vaxtı xanımın barəsində xütbə oxuyarıq. İkinci rəhbəri tanımamaq, itaətsiz olmaq. Musa Peyğəmbər Allahla danışmağa gedəndə öz yerində Harunu seçdi. Harun Peyğəmbər idi, Musanın canişini idi. Gözləyin, 30 günə gələrəm. Allah Teala onları sınavdan keçirmək üçün 10 gündə özü əlavə elədi. Oldu 40 gün. Bu 10 gün içərisində Bəni İsrail inəkpərəst oldu. Quran buyurur ki, inəyə sitayiş elədilər. Samiri adında bir nəfər qızıldan buzov düzəltdi, inək düzəltdi. Onlar başladılar ona sitayiş eləməyə. Harun nə elədisə itaat eləmədilər Haruna. İkinci, ümumiyyətlə insanların psixologiyasında var. İlk lideri yaxşı qəbul eləyir. Amma elə ki, lider getdi, ilk lider, ikinci gələnə yüngül baxırlar. Görsən ki, bəzən itaatsizlik eləyirlər, bəzən bəzi qanunları pozurlar filan. Ta ki, ikinci rəhbər özünü sübut eləyənə qədər bir ikisini bastırsın, bir ikisini kəstirsin, nə bilim nə filan. Ta ki, özünü sübut eləyənə qədər insanların psixologiyasında var ki, itaatsizdirlər. Onun sözünə baxmırlar. Harun nə elədisə onun sözünə baxmadılar. İkinci rəhbəri qəbul eləmədilər. Allah da necə cəza verdi? Misli görünməmiş tövbə növünü təyin elədi. Hansı tövbə? Bir-birinizi öldürün. Bəni İsrailin tövbəsi misli görünməmiş tövbədir. Əlhamdülillah, biz nə eləyiriksə də, yenə elə istiğfar da, estağfirullah, Rabbi və atubu ilə. Amma Allah əvvəlki qövmündən belə eləməyib. İslam ümməti üçün yüngül tutub hər şeyi. Bəni İsrailə dedi ki, inəkpərəst oldunuz, indi bir dənə tövbəniz var, o da bir-birinizi öldürmək. İki hissəyə ayrıldılar. Musa Peyğəmbər onları iki dəstəyə ayırdı. Hərəsinin əlinə qılınc verdi. Çatın bir-birinizə. Kim öldü, kim qaldı? Quran buyurur ki, öldürdülər bir-birlərini. Allahın tövbə üçün qərar verdiyi yol bu idi, bundan başqa yox. Necə ağlasanız, sızıldasanız, Allah qəbulləməz. Gərək öləsiniz. Çünki bəzi günahlar var, həqiqətən də insanı rahat buraxmır da. İnsanın vicdanı insanı rahat buraxmır. Ta gedir özünü ya asır, ya intihar eləyir, ya da ki, gedir təslim eləyir özünü ədalətə. O gəzə bilmir. İmam Hüseyin əleyhissalamın şəhadətindən sonra Küfədə təvvabinlər hərəkatı. Onlar ancaq ölmək üçün, nə qələbə onların gözündə idi, nə kimisə, ancaq ölmək üçün gedirdilər. Düzdür ya, bu düzgün yol deyildi. Amma ölmək üçün getdilər. Nə üçün? İmam Hüseyni müdafiə eləmədik, ölməliyik. Bizim haqqımız yoxdur burada nəfəs alaq dünyada. Qanundur ki, kim Bəni İsrailin yolu ilə getsə, Bəni İsrailin başına gələn, bütün bəlalar onun başına gələcək. Bu qanundur. Siz baxın İslam ümmətinə. Peyğəmbər getdi, Həzrəti Əlini qoydu yerində. Amma Həzrəti Əlini qəbulləmədilər İslam ümməti. Gəldilər, xanım Fatimə-i Zəhraya zülm elədilər. Həzrəti Əliyə zülm elədilər. Xanım Fatimə-i Zəhra gəldi, xütbə oxudu. Dedi, ey ənsar, ey mühacir, ey İslamın hamiləri, siz güya görmürsünüz ki, mənim haqqım tapdalanır. Nə üçün gözünüzü yumursunuz? Gəlin, mənim haqqımı müdafiə eləyin. Xanım Fatimə-i Zəhra ümməti dəvət eləyir. Ümməti mübarizəyə dəvət eləyir. Sonra buyurur ki, mən öz haqqıma görə narahat deyiləm ki, mən narahat deyiləm ki, fədəyi alıblar məndən. Buna görə narahat deyiləm.
Mən ona görə də narahat deyiləm ki, İslam yaşamaz. Xeyr, İslam yaşayacaq. Allah söz verib. Siz olmasanız başqa bir qövm gətirər, İslamı yaşadar. Quranda Allah söz verib. Siz əgər kafir olsanız, Allah tezliklə elə bir qövm gətirər ki, möminlərə qarşı təvazikar, kafirlərə qarşı sərtdir. Onların əli ilə İslamı yayar. Siz elə hesab eləməyin ki, siz olmasanız İslam yaşamaz. Xeyr. Mən İslama görə də narahat deyiləm. Öz haqqıma görə də narahat deyiləm. Sizə görə narahatam. Sizə görə narahatam. Siz ki, göz görə-görə haqqı müdafiə eləmirsiniz. Göz görə-görə ki, Peyğəmbərin qızına zülm olunur. Bunu qəbul edirsiniz və gözünüzü aşağı salırsınız. Heç vaxt elə hesab eləməyin ki, siz rifah içində yaşayacaqsınız, rahat olacaqsınız. Heç vaxt rahat olmazsınız. Heç vaxt da rahat olmadılar. Axırda gəldi, iş o yerə çatdı ki, Həzrəti Əli əleyhissalamın dövründə bunlar bir-birini öldürdülər. Baxın, Bəni İsrailin başına gələnlər, hamısı İslam ümmətinin başına. Hədisdir ya bu. Deyir, Peyğəmbər buyurur, Bəni İsrailin başına gələn bəlalar bu ümmətin başına da gələcək. Bu ümmətin başına da gələcək. Hamısı gəldi. Hamısı gəldi. Peyğəmbərdən sonra nə var idi, hamısı oldu. Bəni İsrailin bəlalarının hamısı bir-bir gördü İslam ümməti. Həzrəti Əli əleyhissalam deyirdi, gedək Muaviyyənin üstünə, deyirdilər ki, istidir. Biraz istirahat eləyək. Yorulmuşuq, nə qədər müharibə olar. Rahatçılıq istədilər, amma rahat oldular. Həzrəti Əlidən sonra rahat olmadılar. Hey müharibə, hey, günahsız onları öldürdülər. Heç bir günahları olmadan gəlirdilər, onları öldürürdülər. Xanım Fatimə Zəhra salamullahi aleyhanın uzaq görənliyi idi, xəbər verdi. Buyurdu ki, siz elə hesab eləməyin ki, rahat olarsınız. Xeyr, mən sizə görə narahatam. Siz rahatçılıq görməzsiniz. Amma sizin imanınız əldən gedəcək. Qazandıqlarınızı əldən verəcəksiniz. Necə səhabələr, Peyğəmbərin səhabələri idi, bunlar ali zirvəyə çatmışdılar. Quran-ı Kerim buyurur ki, وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ Ey Bəni İsrail, bütün aləmlərdən sizi üstün eləmişəm. Amma tezliklə nə dedi? Buyurdu ki, وَبَاءُوا بِغَذَابِ Qəzəbə düçar oldular. İslam ümməti o zirvəyə çatmışdı. Amma sonra nə oldu? وَبَاءُوا بِغَذَابِ Qəzəbə düçar oldular. Çünki Əhl-i Beytin haqqına zülm elədilər. Bu da Fatimə-i Zəhra salamullahi aleyhanın xəbəri idi, uzaq görənliyi idi ki, buyurmuşdu, o cürdə oldu. Allah Teala inşallah bizləri o qədər ayıq-sayıq eləsin ki, bizlər ilahi mariflə, Qur'an marifi ilə yaşayaq, Qur'an marifi ilə də dünyadan köçək inşallah. Allah Teala Fatimə-i Zəhraya salamullahi aleyhaya zülm eləyənlərin əzablarını birə min artıq eləsin inşallah. Bizləri xanım Fatimə-i Zəhra və onun balalarından bir anda olsa ayrı salmasın inşallah. Allah Teala bizi Qur'an və Əhl-i Beytlə yaşatsın, Qur'an və Əhl-i Beytlə dünyadan aparsın. Allah Teala kimin müşkülü varsa, çətinliyi varsa, xanıma xatir, onun balalarına xatir tezliklə həll eləsin inşallah. Allah Teala ruzimizə, kəsbimizə bərəkət inayət eləsin. Allah Teala ölənlərimizi qəriqə rəhmət eləsin. Xəstələrimiz var, bizlərə qardaşlar müraciət eləyiblər. Xəstələri var, ağır xəstələri var. Allah Teala xanım Fatimə-i Zəhra, onun balalarına xatir bu xəstələrimizə tezliklə şifayı acil inayət eləsin. Allah Teala bütün İslam torpaqlarını, işğal olmuş İslam torpaqlarını işğaldan azad eləsin inşallah. Müsəlmanların maddi və mənəvi nemətlərini düşmənlərdən təmizlənsin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.